Yəni bu bildiyiniz kimi rast gəlmisiniz. Bilmirəm, məndən mi gəldi bu səs? Məsələn, nə zaman pnevmoniyalar baş verə bilir? Orqanizmdə məsələn asma digər slayta keçirərsiniz, zaten bunları dedik. Onu demək istəyirəm ki, nə zaman uşaqları da çox yormaq istəmirəm. Bəzən hansı fonda pnevmoniyalar inkişaf eləyə bilir? Asması olan adamlarda, məsələn, onlar daha tez pnevmoniyaya keçə bilir. Və yaxud da bu xəstə, məsələn, qızılcadır, su çiçəyidir. Bunlar xəstələnəndə bizi ən çox narahat edən məsələ nədir? Bakteriya ilə infeksiyalaşma, pnevmoniyaya keçməsi. Diabeti olan xəstələrdə məsələn pnevmoniya formaları rast gəlinə bilir. Birinci tip diabetlərdə, ikinci tip diabetlərdə görürsən ən adi bir törədicinin daxil olmasından həmən pnevmoniya formalaşa bilir. Və yaxud da ki, koaxı olan xəstələrimiz var ki, onlarda obstruksiya olur hər zaman bronxlarında və zaten ağciyərin o hava çıxarıcılıq funksiyası pozulub. Bilirsiniz də, nəfəs vermənin çətinləşməsi, havanın ağciyərdən girib də sonra sonu çıxması pozulduğuna görə və burada clearance pozulmuş olur, alveolar clearance pozulmuş olur. Belə adamlar yatqındır hər zaman pnevmoniyanın baş verməsinə. Ümumiyyətlə, pnevmoniya yəni hər zaman baş verə bilirmi? Yox, yəni Allah insan orqanizmi elə yaradıb ki, illa da biz immun sistemimiz tərəfindən və yaxud da ağciyərin özünün müdafiə mexanizmləri var. Onlar pnevmoniyanın əmələ gəlməsinin qarşısını almağa çalışır. Dediyim kimi bayaq ki, mukosiliar clearansemiz, alveoların eyni zamanda dayanıqlığı, mexaniki olaraq dayanıqlığı, immun sisteminiz özünüz bilirsiniz, B limfositlərdir, T limfositlərdir. Bunlar imkan vermir ki, pnevmoniya əmələ gəlsin. Kimdə ən çox rast gələ bilir? İmmun sisteminiz zəifləmiş, hansısa bir nədənlə bir faktorun təsiri altında bədəni zəifləmiş insanlarda daha tez pnevmoniya inkişaf eləyə bilir. Digər slayda baxaq, Aysin. Əlamətlər nə ola bilir? İlk növbədə öskürək. Öskürək də siz bilirsiniz ki, orqanizmin bir müdafiə mexanizmidir. Ağciyərlərimizə gələn bir yad törədiciyə qarşı öskürəklə cavab vermiş oluruq və bu öskürəyə eşlik eləyir bəlxəm. Qızdırma olur, ateş olur. Bu da yenə də orqanizmin müdafiə mexanizmasıdır. Tərləmədir, titrəmədir, nəfəs darlığı, boğulma əlamətləri ola bilir. Sinədə ağrı ola bilir xəstədə. Kürək nahiyəsində xəstələr ağrıdan şikayət eləyə bilir. Əlavə olaraq özünü çox yorğun hiss eləyir, iştahsızlıq olur bu xəstələrdə, halsızlıq, ümumiyyətlə əzələlərdə, sümük əzələdə olan ağrılar. Bəzi xəstələrimiz var, ürək bulanma, qusma ilə gələ bilir. Qarında ağrılar o kimi xəstələrdə ola bilir. Məsələn, indi sonraki gedişatlarda deyəcəyik, bilinç pozukluğu yaranmış olur xəstədə. Özünü sanki bilmir, bəzən özündən getmə halları ola bilir və yaxud da hardadır, nədir, nə iş görür, onu anlaya bilmir xəstə bəzən. Tezlik dəyişir, qan basıncı aşağı düşə də bilir, qalxa da bilir eyni zamanda. Xəstədə dodaq nahiyəsində, dırnaqlarda göyərmə olur, oksigenin alımı pozulması ilə əlaqədar olaraq və öskürəyi və ümumiyyətlə ilkin etapda bütün bunları aydınlaşdırmaq üçün müayinələrdən ilkin olaraq ağciyər rentgeninə göndəririk xəstəni ki, bunu indi sonraki slaytlarımızda baxacağıq. Keçə bilərik bunu. Və xəstənin ümumiyyətlə dəyərləndirilməsi ki, bu xəstə ağırmıdır? Ən çox bizə lazım olan məsələ budur ki, bu xəstə necə bir xəstədir? Bunu məsələn evə dərman yazırıq, müalicə yazırıq, resept yazırıq. Bu şəkildə mi müalicə eləməliyik, yoxsa xəstə stasionara yatırılmalıdır və yaxud da reanimasiyaya mı köçürülməlidir? Xəstənin əsas, yəni bu şəkildə onun kliniki vəziyyətinin dəyərləndirilməsi bizə əsas vacib şərtdir. Dediyim kimi, birinci olaraq ağciyərin rentgenindən başlayırıq müayinə üçün. Çünki əgər ağciyərlərdə bir proses varsa, biz artıq pnevmoniya diaqnozu qoyuruq. Yəni, bu ağciyərdə infiltrasiya, iltihabi vəziyyət yoxdursa, başqa bir şeylər axtarmağa çalışırıq. Digər əlamətlər hər bir şey ola bilər. Amma ilkin, yəni bizə əsas dəqiq diaqnozu qoymağa ağciyərin rentgenidir. Ağciyər rentgenində müxtəlif
dediyim kimi tipik və atipik formalar görə bilirik və, bizə ondan başqa diaqnostikada nə kömək eləyə bilər? Ağciyər qrafisindən başqa bəzən KT müayinəsinə göndərə bilirik diferensiasiya eləmək üçün. Ən çox covidli xəstələrdə göndərirdik. İndi yenə də məsəl üçün bəzən dediyim kimi o atipik formalarda diferensiasiya eləmək dağılmış vəziyyət görünür. Vərəmdirmi, spesifik prosesdirmi, yoxsa qeyri-spesifik prosesdə aydınlaşdırmaq üçün KT müayinəsi də bizim üçün əsas şərtlərdən biridir. Qan hemoqramında nə görə bilərik? Məsələn, CRP-nin yüksəkliyini görə bilərik. Prekalsitanin yüksəlməsini görə bilirik. Prekalsitanın bir balaca bahalıdır, amma sığorta ilə hazırda yoxlanılır. Bu da yəni əsas diaqnostika kriteriyalarından biridir. Leykositlərin, neytrofillərin yüksəlməsi bildiyiniz kimi bunlarda yenə bir rol oynayır. Və covidli xəstələrdə hər zaman yadınızdadırsa baxırdıq, D-dimerə baxırdıq, LDL-dir, ferritindir, bunlara baxırıq. Bəzi xəstələrdə qaraciyər funksiyalarında pozulmalar baş verə bilir. Çünki toksik məhsullar bədənədən qaraciyər vasitəsilə xaric olur. Bəzən qaraciyər funksiyasına belə təsir eləyə bilir bu pnevmoniya vəziyyəti. Və məsələn, kriteriyalarda təyin edirik nəyi? Qalıq azotun sidik çöpərinin orqanizmdə olan miqdarına baxılır. Yəni, böyrəyin funksiyalarında pozulma baş verəndə pnevmoniya ilə yanaşı, o zaman qaraciyərdə əmələ gələn toksiki məhsulu böyrək kənarlaşdıra bilmir. Bu da bir faktordur bizim üçün. Buna da baxırıq eyni zamanda. Dediyim kimi biokimyəvi incələmə. Bəlğəmin boyaması, bəlğəm kültürünə əslində bizim üçün o qədər də biraz gec cavab gəldiyi üçün sadəcə burada nə üçün bizə lazımdır? Antibiotiki doğru təyin eləmişikmi? Və yaxud da antibiotik nə qədər davam eləyir, xəstənin vəziyyəti nə dərəcədədir də, xəstənin ağırlığı dərəcəsi necədir? Bax, bu şəkildə baxa bilirik. Bəzən elə atipik formalar var ki, mikoplazma tipli onların törətdiyi, məsələn, pnevmoniyalar sidikdə görə bilirik. Pneumokok antijenini görə bilirik. Bu son illərdə yoxlanılan bir şeydir. Sonra məsələn, sidikdə legionella antigeni var. Bu yenə atipik formalara rast gəlir. Onları görə bilirik. Xəstənin saturasiyasına baxırıq, oksigen saturasiyasına baxırıq, təzyiqinə baxırıq eyni zamanda. Yəni, dəyərlərini qiymətləndirmək üçün. Keçə bilərik Aysel bölümünə. Ən çox xəstəni 2 dənə formula var, onu ilə konfuzyon forma var bir, kurb 65 deyirik. Kurb 65 ilə bir dəyərləndiririk. Kurb 65 dəyərləndirməsində adından göründüyü kimi, məsələn, elə o şəkildə yadınızda saxlaya bilər. Burada skorlamanı aparırıq. Hər klinik vəziyyətə bir puan versək, məsələn, konfuzyon forma olur. Pnevmoniyası olan xəstədə nədir? Bilinç pozulması. Xəstə özünü bilmir. Hardayam, nəyəm dediyimiz kimi belə bir bilinç pozulma olur. Bunu bir puan kimi qiymətləndirsək, sonra baxırıq bədəndə orqanizmdə qalıq azotun miqdarına. Dediyimiz kimi qaraciyərdə toksik maddələr əmələ gəldi, böyrək bunu xaric eləyə bilmədi. Orqanizm vəziyyətini dəyərləndirmək üçün baxırıq burada qalıq azotun miqdarına. Üçüncü məsələ nə? Məsələn, tənəffüsün sayına baxırıq. Tənəffüsün sayı 30-dan aşağı düşübsə bir dəqiqədən, daha doğrusu 30-dan artıqdırsa, tənginəfəslik vəziyyəti yaranıbsa, bu yenə bir ağırlıq dərəcəsidir. Arterial təzyiqinə baxırıq, qan basıncına. 90-60 milliqramdan çoxdursa, yəni normal təzyiq yüksəlmə varsa, bu bir puanla qiymətləndirmə. Eyni zamanda yaş dəyərinə baxırıq. 65-dən yuxarı bir xəstədir, məsəl üçün. Bu da 1 puan gedir. Bütün kriteriyaları belə toplasaq, əslində 1 puan, 2 puan olanda xəstə ambulator olaraq müalicə oluna bilər. 2 puandan yüksək qalxdısa, 2-dən yuxarı 3 oldu məsələn, bu xəstə artıq yatışa verilməlidir, stasionarda yatmalıdır. 4-5 olursa, artıq xəstə reanimasiyanın vəziyyətdədir və o reanimasiyada yatmalıdır. Yaş məsələsi əsas kriteriyalardan biridir. Məsələn, yaşlı biri gəldi, təzyiqi var, artıq dediyimiz kimi bu ağırlıq dərəcəsinə təsir edən faktorlardan biridir. 70 yaş üstü görəndə ölüm riski artmış olur bu xəstələrdə və eyni zamanda digər kriteriyalara baxırıq, bunları toplayıb, cəmləyib xəstəni düzgün qiymətləndiririk.
Bu qrup 65 dəyərlənməsidir. Digər dəyərlənməni zəhmət olmasa Ayşə bir dənə keçək. Məsələn, bu ümumdünya bunların qəbul elədiyi kriteriyalardır. Major, ITS-ATS deyə kriteriyalar var. Burada major və minor əlamətlər var. Major əlamətlər hansılardır? 2 dənə major əlamətimiz var. Septiki vəziyyət var xəstədə və ikinci ventilyasiya, mexaniki ventilyasiya gərəkdir artıq bu xəstəyə. 2 dənə, yəni bu major məsələdir. Septiki şoku ən çox nə ilə qiymətləndiririk? Prekalsitanın artışına baxırıq, məsələn, qanda. Normada olmalıdır, hardasa 20-yə qədər, böyüklərdə 19-20 milliqram olmalıdır. Uşaqlarda biri balaca azdır, yəni 16 milliqrama qədərdir. Bundan yüksək olanda artıq biz xəstənin septiki vəziyyətini dəyərləndiririk ki, artıq xəstədə infeksiya septiki bir vəziyyətə keçib, bakteriyemiya baş veribdir. Və özü nəfəs alıb verə bilmir, mexaniki olaraq ventilyasiyona qoşulmalıdır. Bu da yenə major kriteriyadır. Minor kriteriyalar nədir? Tənəffüs sayının 30 dəqiqədən çox olması bir minor əlamətdir, təngi nəfəslik. Sonra parsial təzyiqin yüksəlməsi ağciyərlərdə, parsial təzyiq yüksəldiyinə görə, daha doğrusu aşağı düşür, parsial təzyiq aşağı düşdüyünə görə basınc olub alveolara oksigen keçə bilmir, difuziya prosesi baş vermir. Eyni zamanda infiltratlar baş verir, multilobar olaraq ağciyərin müxtəlif loblarında baş verir bunlar. Konfuzyon dediyimiz kimi bilinç bozulması, xəstə özünü bilmir. Qalıq azotu miqdarının artması bu bir minor əlamətdir. Qanda levkositlərin, trombositlərin miqdarının aşağı düşməsi leykopeniya baş verir. Hipotermiya vəziyyəti yaranır xəstədə. Ümumiyyətlə 35-dən aşağı vəziyyət ağır vəziyyət kimi, 35-35-dən aşağı ağır vəziyyət kimi dəyərləndirilir. Hipertermiya da 40 dərəcə artıq yenə də bu xəstənin ağır vəziyyət olduğunu göstərir. Və sıvı dəstəyini gərəkdirən bütün hallar artıq görür ki, xəstə məsələn şoka doğru gedir. Hipotansiyon bir vəziyyəti var, şoka gedir xəstə. Bu da minor əlamətlərdir. Bir major əlamət olarsa, 3 dənə də minor kriteriya varlığında xəstə mütləq stasionar yerləşdirilməlidir. Yəni bir majoru gördük, bir minoru gördüksə ciddi pnevmoniyadır artıq burada. Və bu iki dünya üzrə bu iki dəyərləndirmədən istifadə olunur. Bu bizi nəyə görə lazımdır? Bugün hansısa bir həkim bir xəstə haqqında məlumat veririk. Major minor əlamətlərini deyirik. Yəni bunları əslində öyrənmək çox yaxşı olar. Əzbər şəklində istifadə elədikcə də yadda qalır. Bir xəstənin haqqında məlumat verəndə major əlamətini dedik və yaxud da ki, puanlamanı dedik. Digər həkimin bu xəstə haqqında artıq məlumatı olur. Eyni zamanda bu xəstəyə biz bu dəyərləndirməyə görə hansı müalicə planı təyin eləməliyik, xəstənin yatışı neçə gün olmalıdır, ümumiyyətlə xəstə harda yatmalıdır, stasionardır, reanimasiyadır, heç bəlkə yatmağa ehtiyac yoxdur deyə bu kriteriyalar bizə lazımdır. Bir dənə də keçək Asiya. Burada əsas necə dəyərləndirmə eləyirdik? Deməli, müalicəyə doğru gedəndə, müalicəyə fikir verəndə yenə də dəyərləndirməni götürürük, qruplara bölürük xəstələri. Qrup 1A var, qrup 1B var, qrup 2A, 2B deyə belə dəyərləndirmələr var. Qrup 1A artıq yüngül formadır. Cavan adamlarda da rast gəlinə bilir və yaxud da ki, çox da ağır kriteriyalarının olan xəstə deyil. Və tipik format pnevmoniyadır, xəstəxana daxili də deyil. O zaman yüngül ambulator şəklində amoxilin təyin edə bilirik, makrolitlər. Makrolitlər çox gözəl effekt verir əslində. Çünki adətən yuxarı tənəffüs yollarında da iltihabi proses baş verdiyindən, iltihablanma olduğundan ikisinə birlikdə makrolitlər gözəl təsir göstərir. Mən şəxsən çox xoşum gəlir azitromisin qrupasına, çünki əlavə təsirləri də az olur. Bu şəkildə və viruslarda da effekti olduğuna görə bəzən diferensiyasiya eləyə bilmirik ki, bu bakterial mənşəlidir, ilk kimi olaraq başlayıb. Bakterial mənşəlidir, yoxsa virus mənşəlidir, onda da yəni makrolitləri vermək empirik bir müalicə növü kimidir və gözəl də effekt olur. Ümumiyyətlə, pnevmoniya gördüyünüz xəstədə, pnevmoniya ilkin olaraq anladınız ki, artıq ağciyərdə iltihablanma baş verib, infiltrasiya baş verib, empirik olaraq həmən antibiotikin təyin olunması məsləhətdir.
Çünki sonra get-gedə artıq bizə daha ağır antibiotik lazımdır, uzun müddət uzatmaq lazımdır. Yəni ilk nə qədər tez başlanarsa xəstənin müalicəsində effekti o şəkildə daha gözəl ala bilirik. Qrup 1B bakteriya qrupu var ki, o zaman 1B biraz daha ağır qrup sayılmış olur. Burada neyləyirik? Məsələn, bəzən bu stasionarda yatan xəstələrə aiddir. Sefalosporin qrupu təyin edirik. Yanaşı olaraq amoxicillin ola bilər, makrolit ola bilər və yaxud da doxasiklin verə bilərik. Amma biz neyləyirik? Məsələn, xəstə elə bir balaca öskürək başlayan kimi biz eləmirik. Daha doğrusu çox vaxt gedirlər apteklərdən alırlar falan. Sefalosporin qrupası həmən başlanılır. Burada bizim sonraki gedişat işimizi çətinləşdirmiş olur da. Yəni biz daha ağır artıq antibiotiklərə keçməli oluruq. Qrup 1B dediyim kimi stasionara da uyğun olan bir müalicə taktikasıdır. Digər slayda baxaq. Qrup 1, yəni burada yazaq 1A, 1B, yəni ayaqdan izlənilir. Bu xəstəni 1B stasionarda yata da bilər, evə də göndərə bilərik. Ambulator şəraitdə müalicədə eləyə bilirik. Qrup 2, digər slayda baxaq Asiya. Və bu artıq mütləq xəstəxanaya yatırılması lazım olan xəstələrdir. Dediyimiz ki, major əlamətlər var, minor əlamətlər var artıq bunlarda və törədiciyə bəzən empirik olaraq təyin eləyirik. Sefalosporin qrupu yenə təyin eləyirik, beta-laktamaz inhibitorlarından istifadə eləyirik, yanaşı makrolit veririk və yaxud da fluoroxinolonlar veririk, təyin eləyirik. Fluoroxinolonlar da qəşəng effekt verir, oral yolla təyin eləyə bilərik. Məsələn, levofloxasin 750-likdən 7 gün verə bilərik, 5 gün verə bilərik. Bəzən sistem şəklində də təyin edə bilərik, bu da yaxşı effekt verir. Və dediyimiz kimi, yəni bu qrupda həm bakterial mənşəli, həm virus mənşəli törədicilər ola bilir bu qrupa daxil olanlarda. Və psevdomonas ən çox, daha eyni zamanda burada rast gəlinir, xəstəxana daxili infeksiyalar kimi gedir. Ceftriaxonla cefaltaksin burada çox gözəl effekt verir təyin olunanda. Gündə bir dəfə, əslində ceftriaxon gündə bir dəfə təyin olması məsləhətdir, amma bəzən gündə 2 dəfə də istifadə eləyə bilərik. Təsir düzdür, 24 saatda, amma bəzən ağır bir balaca orta ağırlıqda olan xəstələrdə gündə 2 dəfə də təyin olunur. Şəxsən mən bir dəfə təyin olmasını istərdim, amma bəzən təyin eləyirlər. Gündə 2 dəfə də təyin eləyirlər. Cefaltaksin isə yəni 12 saat olduğu üçün təsir müddəti gündə 2 dəfə təyin olması məsləhətdir. Eyni zamanda burada gedir, yanaşı olaraq bir balaca xəstəyə dəstək məqsədi ilə vitamin terapiya gedə bilir, parenteral, məsələn, köçürülmələr ola bilir vitaminlərin. Xəstə anemiyası varsa ona uyğun müalicə gedir. Biokimiyada pozulma varsa qaraciyər dəstəkləməci müalicələri verə bilərik. O birisinə baxaq, Asiya. Yoğun məsələn, reanimasiyon xəstələr var. Reanimasiyon xəstələrdə artıq biraz həm antibiotiklərinin sayını artırırıq, təsir spektri geniş olanlardan istifadə edirik. Eyni zamanda bəzi xəstələrdə oksigen tədavisinə ehtiyac olur, oksigen tədavisi verilir. Sadə forması və yaxud da xüsusi aparatlar vasitəsilə verilə bilir. Yanaşı dediyim kimi makrolitlər istifadə eləyə bilirik. Mütləq yəni reanimasiyon formada olan xəstələrdə kombin olmuş antibiotik terapiyasından istifadə eləyirik. Keçirək bu birisinə. Xəstəni müalicə elədik, hər şey yaxşıdır, hər şey normal gedir. Artıq oral tədaviyə keçə bilirik. Oral şəkildə bir müalicə sxemi seçirik. Oral tədavi üçün artıq məsələn temperatur yoxdur, temperatursuz bir vəziyyətdir. Xəstədə yaxşılaşma var. Xəstədə ümumiyyətlə
müalicəmizin effektini nə zaman görə bilirik? Temperaturun düşməsi ilə. Digər klinik vəziyyətlər davam eləyə bilər. Məsəl üçün, rentgendə tutaq ki, infiltrasiya əlamətləri, bu bir xeyli